Axırıncı burada qalmışdıq. Məndən nəyi soruşmuşdun? Sən nəsə soruşmuşdun məndən. Hə, beyni dedim, kompüterin beyni dördüncü nəsildə kəşf olunub, amma Ümumiyyətlə, ondan qabaq necə beyinsiz işləyib onu bilmişdim. beyinsiz işləmirdi. Bu necə bir şeydir? Mikroprosesor bir dənə çipdir. Balaca bax, Aha. formada olan bir dənə çipdir. Ümumi kompüterin beynidir. Bütün idarə etmə funksiyalarını bu yerinə yetirir. Hesab məntiq işlərini bu qrupu yerinə yetirir. Mikroprosesor kompüter necə idi? Bax, məsələn, birinci nəsil. Birinci nəslin element bazası nədir? Elektron lampalar. Aysa, həmin o balaca bir dənə mikroçipin yerinə yetirdiyi funksiyanı minlərlə elektron lampa yerinə yetirirdi. Lampa. Hə, Artıq bax, element bazı oldu. gördün nə qədər minlərlə lampalar var. Bu artıq kompüterin beyni idi. Daha sonra gəldi üçüncü nəsil. Artıq o minlərlə lampanın yerinə Diyodlar. yetirdiyi yarım keçirci, minlərlə tranzistorlar, yarım keçirci diodlar yerinə yetirməyə başladı. Daha sonra gəlir üçüncü nəsil, IC sistemi deyirlər buna. Çoxlu sayda integral sxemlərdə, yəni IC sistemlər yerinə yetirməyə başlayır. Və nəhayət dördüncü nəsildə artıq minlərlə qurğuya, çoxlu sayda qurğuya ehtiyacı olmur. Ümumi onların yerinə yetirdiyi funksiyanı bir dənə çip yerinə yetirir. Yəni mikroprosesor. Artıq o mikrolaşdı. O boyda lampaların, minlərlə lampaların yerinə yetirdiyini balaca bir dənə qurğu yerinə, çip yerinə yetirməyə O başladı. zaman istər-istəməz onun sürəti də daha çox olur. Ona Onun görə işləmə deyilir ki, mexanizmi də çox olur. nəsillər birdən dördə doğru şəkillərdə bax ölçülərinə. Birdən Bəli, doğru get, bəli. bax dördə doğru getdikcə ölçülərdə, qabart ölçülərdə həddən Ölçü. artıq kiçilmə var. İş etibarlılığı artır, sürəti artır, keyfiyyəti, yaddaş tutumu artmağa başlayır. Ölçülər isə kiçilməyə başlayır. Fərdi kompüterlər müəllimə bildiyimiz bu hamının istifadə etdiyi şəxsi özünün olan fərdi kompüter nəzərdə tutulurdu. O fərdi kompüter. Fərdi kompüter növləri var. Fərdi kompüterlər hansılardır? Günümüzdə istifadə Laptoplar, etdiyimiz hər məsələn, şey. Ümumiyyətlə 4-cü nəsildə planşet. 1980-dən günümüz dövrə qədər, hal-hazırdakı günümüzə Hə, qədər. Fərdi nə varsa kompüter telefonlar onda daxildir də. bəli, kütləvi istehsal olunmağa başlayıb. 1980-dən əvvəl, məsələn, hər kəsin kompüteri yox idi. Telefonlar o qədər də inkişaf edilməmişdi, düzdürmü? Hər adamın evində telefon olmurdu. Bu dəqiqə hər evdə neçə dənə telefon var. Artıq o Bəli. kütləvi istehsal olunmağa başlayır. Fərdi kompüterin nələr aiddir? Notebooklar, subnotebooklar, planşetlər, ovucucu deyirlər telefonlara, mikrokompüterlər, ovucucu, cib telefonlar deyirlər, cib kompüterləri. Bunların hər biri fərdi kompüterin növləridir. Və kütləvi istehsal olunmağa başlayır. Qarnına bir şey Bəli. qalmadı ki. Yo, yo, aydın oldu, aydın oldu. Əla. Gəl biraz testlər açsam. Sən rekordu çıxardım buradan. Yüklü batacam sənə. Saniyə. Tekstə, aha, buradan açım, davam edək. Gəlin indi suallara baxaq. Gələn dərs hamısını yazıb gətirərsən, o sözsüz. Yaxşı. Sən dedin ki, evdə məsələn oxuyanda qaranlıq qalmış. Yəni, tam tuta bildin mövzunun necə bir şey olduğunu. Hə, müəllimə, izah çox yaxşıdır, çox qəşəng izah eləyirsiniz. Elə bil ki, mən biraz nədir, müəllim olmağıma baxmayaraq istifadə edirəm bu kompüterdən, Word-dən, Excel-dən, amma bu daxili quruluş, funksiya, yəni elmi terminlər mənə daha çətin gəlir. Nəinki onları siz necə lor dillə izah eləyirsiniz, mən onu daha Bunlara yaxşı bax, başa dediyim kimi düşürəm. əsas loru dillə deyəcəm hamısı. Bir dənə əsas Hə. qeydlərini apar. Çox vacib odur ki, qeydini götür. Hə, və ondan sonra mən artıq bilirəm ki, hə, tutaq ki, bu açıqlaması bu idi da bunun. Açıqlamanı biləndən sonra mən öyrənə bilirəm, amma açıqlamanı bilmədən ki, nə bilim, RAM nədir, ROM nədir, bilməyəndən sonra əzbərlə ki, RAM Yox, o falan yerdə yaddan çıxacaq, yerləşir. narahat olma. Loru dillə hamısını izah Onun eləyəcəm. funksiyasını bilməsəm ki, RAM nədir, əzbərliyim nə olsun, amma mən belə dərk eləyəndən sonra qəşəng Bu il öyrənirəm. çox qəşəng gedəcək, narahat olma. Əsas Hə, qeydlərinə bax, yaxşı, başa testlərə də düşdüm. baxaq. Birinci sualda yerim ki, suallar səndə düşək. Cəmləyici maşın Pascal Ay, tərəfindən sağ ol. Eyni sual bax, 10-cu 1642 sualda idi da verib. deyəsən. Və onda da verib sənə cəmləyici başın. Burada adı qısaldıb verib. Bu Pascal Pascal. yazıb, eyni şeydir. Bebek'in maşının əsas xüsusiyyəti nədir? Bebek bir dəqiqə deyəcəm müəllimə. İkili Yox. bəs. Bax, inibdən çarxdırma özünü. İkili say sistemi Konrad Zuzus'da idi. Konrad Zuse ikili say sistemində işləyən kompüter yaradır. Bebek neynir? Analitik maşın yaradır. Düzdürmü? Mətn, Proqramla mətn, işləyən mətn. maşın. Mətn neydi də? Yox, Mətn yox, yox, deyildi. bax, diqqətlə qulaq as, indi tutarsan nə demək istədiyimi. Aha. Bebekdir, Charles Bebekdir, bax, məsələn, Charles Bebekdir. Daha sonra
Blaise Pascal'dır, Wilhelm Leibniz'dir. Bunlar hamısı hesablama maşınları yaradır. Biri Hı proqramla hı. işləyən, biri 4 hesab əməlini yerinə yetirən. Ümumi nədir bunlar? Hesablama maşınları. Hesablayanda nədən istifadə edirik? Hesablamada ədəddən. Ədədlərdən. Deməli, nə tipli informasiya əməl edir? Hə, ədəd tipli Görün informasiya. məntiqlə necə tutduq, aydınlaşdırdıq. Bilirsən Hmm. ki, Baby-kin maşını hesablama maşınıdır, hesablama qurğusudur hamısı. Kompüterdən əlavə bunlar hesablama qurğusu olur. Deməli, nə edir? Ədədlərdən istifadə edir. Şurada görüm. Bir kompüter proqramı kim tərəfindən yazılmış? Proqram şeydə qadındır, adadır, Ada Lovelace'dir Bəli, ilk proqram. proqramçı qadınımız kimdir? Ada Lovelace. Ada Lovelace, sağ olsun qadın. Həm cinsimizi dəstəkləyirəm. Müasir arxitektura. Arxitektura Neymandır, arxitektura Neymandır. Arxitektura sözün harda görürsə, bilir ki, söhbət Neymandan gedir. İlk universal kompüter necə adlanır? İlk universal Enigmada kompüter, deyirlər, bəzi vəsaitlərdə digər adı. bir dəqiqə mən mi deyəcəm? Transistor yarım keçirici yox. Ay mən heç 6-cı sual, 5-ci sualdır. Hı hı. Enigmadır deyəcəm. ENIAC. Hı, digər adı Enigmadır, bir adı da ENIAC da adlandırılır. Birinci nəsildə, ən köhnə nəsildə element bazası nə idi? Element deyəcəm, lampalardır. Deyir ki, Elektron. elektron vakuum lampalardır. Aha. Maşının bax, analitik maşın, proqramla işləyən maşının ideyasını kim irəli sürmüşdü? İdeyadan gedir söhbət. İdeyanı eləyən, sağ olsun, bir dəqiqə, ne, yox, Ada Neyman Lewis deyil. yaratmışdı. Ada Lewis'in müəllimi kim idi? İdeyanı Hə, verən. Charles Babbage. Hı hı. Con hamısına da sağ olsun deyirsən ha. Eymunların hansı nəslində alqoritmik dil yaranır? Səni sağ olsun, mən bunu deyim, hansı nəsin alqoritmik dillər. Dillər müəllimə şeydə idi. 3 yox. Könü bax. 3-də. Könü bax. Yenə deyirəm. Birinci nəsil yalnız riyazi hesablama. İkinci nəsil alqoritmik deyil, yəni kompüter mətn Hə. emal etməyə başlayır. Dördüncü nəsil mikroprosesordan fərdi kompüter. Qalanlarının hamısı 3-dədir. İndi alqoritmik dil hansındaydı? 2-də. Gəl. Hə, mən koridordayım, səsim biraz qarışıq gələ bilər. Problem deyil, Amma narahat. işdirəm sizi. Dördü də görüm. Dördüncü nəslin integral sxemlərdir. Bax, 3, Neçə? bax, belə deyim. Birinci nəslin element bazası vakuum lampalar. 2, tranzistorlar. 3, integral sxem. 4, bis-cibis, yəni böyük integral sxem, çox böyük integral sxem. Bunları bir dənə cədvəl kimi yazıb əzbərləyərsən qəşəng. İkinci nəslin element bazası nə idi? İncə sadaladım. Neçənci? İkinci nəsildə. 11-ci soru. İkinci element baza. Diod, yarım keçici və diodlar. Aha, A variantı. Tranzistorda deyirlər, yarım keçici diodlarda. 12-ci sualda görək görüm. Baxıram. Daxil etmə, yəni daxildə yerləşən o nəzərdə tutulur, daxil etmə qurğusu, yoxsa Daxil edir. Artıq informasiyanı kompüterə ötürür, kompüterdən çıxartmır. ötürən monitoru ötürür də, ekran monitoru. Monitor kompüterin içərisindən xarici ötürür. Daxil ötürmür. Bax, Xarici. printer çap edir. Daxildə olan informasiyanı vərəq üzərində çap edir. Proyektor divara ötürür də, düzdürmü? Qoşuluq lövhəyə Bəli. divara ötürür. Plotter çap edir, afişləri, plakatları, yəni xaric edir kompüterdən. Monitor daxildə olan informasiyanı sənə göstərir, xaric edir. Web kamera isə daxil edir. Hal-hazırda sən kameranı açsan, sənin görüntün nə olacaq? Kompüterin içərisinə daxil olacaq. Aynen. Şəkil çəkirsən, kameranı açıb şəkil çəkdirirsən. Çöldə olan vizual görüntü nə edir? Telefonun içərisinə daxil olur. Deməli, Daxil edir. daxil etmə qurğusudur. Əməliyyat sistemi neçənci nəsildə yaranmışdı? Dedim, qalanlarının hamısı neçənci nəsildə idi? İkinci nəsildə. Hı-hı. Ümumi vasitə olaraq soruşur. Belə sual düşməz, düzdür. İlk hesablama vasitəsi nə olub? Vasitə deyir artıq sənə, qurğu yox. Artmometri. Yox, vasitə deyir sənə, artıq qurğu demir. Birinci nədən başlayıb hesablayır insanlar? Hə, Barmaqlar. lap birinci. Hə. Barmaqlarını nə? Barmaq. Ümumiyyətcə, bax bunu yadda saxla. İlk hesablama üçün vasitə deyirsə, söhbət barmaqlardan gedir. Qurğu desəydi, şotka.
Çotka. Və uşaqlar da istifadə edir rəngli şotkalar, onun köhnə qədim sıx forması. Vasitə desəydi barmaq, qurğu desəydi şotka. Buralardan biraz fərqli suallarda baxaq. Məsələn, 22-ci sual. Hı. Keçən ilin qəbul sualı idi. Fərdi kompüterlər 4-cü nəsildə. Bəli. Nəyə görə nəsillərə bölünür? Element bazalarına görə. Əla. Prosesor nədir? 17-ci sual. Prosesor Hə. çap eləmir, C deyil. Kompüterin E, beynidir. Nəyə çap edirsən? prosesor beyindir. Beyin onu qurğu B bəndi. İdarə edir. Aha. 16-nı de. Yoxsa aid deyil. Daimi yaddaş təfəkkür. BIOS dedi ki, yoxlayır ki, hər hansı arıq proqramlarda problem yoxdur. Dedim BIOS onu ki, yoxlayır. BIOS daimi yaddaşda yerləşir. Düzdürmü? Tarixi Daim yaddaşa başlayır. aid eləmək olur. Dedim daim, sən aid olmayanı soruşur. Biz aid olmayanı axtarırıq. Dedim Aid ki, olmayan C deməli mən. C. yox, nə elə bir başlayan kimi dedim ki, BIOS giriş-çıxış baza sistemidir. Aha. Dedim BIOS'un açar sözü nədir? BIOS giriş-çıxış baza sistemidir. Daimi yaddaşda yerləşir. D variantı sənə onun adının açılışını verib. Bir də dedim ki, ilkin yükləməni təmin edir. Bütün proqramları yoxlayıb ilkin yükləməni təmin edir. İlk işə düşən proqramdır. Geriyə nə qalır? B variantı. Tətbiqi B proqramı variantı işə necə salır. aid olmadığını bil. Bax, məsələn, tətbiqi proqram sənə lazım olan proqramlardır. Sənə icra etdiyin Word, Excel, PowerPoint tərzi proqramlar. BIOS təkcə onları işə salmır ki, bütün proqramları işə salır. Hmm. Ona görə də səhv olan B Mən variantı. işə salmağı gördüm orada, ona görə onu şey eləmədim. Ha, amma yalnız tətbiqi dedikdə düzdür, o aid olmur. Tədbiri söhbəti yoxdur ki, orada BIOS ümumi proqramları yoxlayıb yükləyir. 18-də de, əməli yaddaş hansı idi müvəqqəti olan? Müvəqqəti RAM Ha, A bəndi. əməlli operativ müvəqqəti deyirlər ona. Məsələn, 24-də de. Işıqdakı məkançısı doğrudur. Sərt sıkıntısının kompüteri məhduddur. Sərt Təyin diskin edir. tutunu məhsuldarlığı, ümumi kompüter məhsuldarlığını təyin edər. Bilmirəm ki mən onu. Sərt hard Bax, disk, sərt sənin disk o. məhsuldarlığın, kompüterin məhsuldarlığı bir saniyədə yerinə yetirilən əməliyyatların sayıdır. O əməliyyatların sayı sənin kompüterinin tak tezliyindən asılıdır. Kompüterin sürəti nə qədər çox olarsa, əməliyyatların sayı o qədər çox olar. Xaricdə olan sərt diskin sənin kompüterin yaddaşı ilə ya da sürəti ilə nə əlaqəsi var? Heç bir. Bir getdi. Monitorun təsvirləri, keyfiyyətini xarakterizən parametrlər, ümumi monitorun xarakteristikalarını deyir sənə. Ölçü, Doğrudur məncə. korpusun materialı ola bilər, amma çəki nə əlaqə? Aha. Mantıqlı çəkiyə mi baxılır? 2 getdi. Prosesor hesab məntiq işlərini, bəli, bir də idarə etmə qurğusudur. Yəni kompüterin beynində bütün hesab məntiq işləri və idarə etmə işləri buradadır. Deməli variant hansı olur? A variant. Yalnız 3. Aydın oldu? Bəli. 19-a bax. 19 kompüterlər qabart ölçülərini məhsulun hansı Artıq qabard ölçü, bax ölçülərə bax. Hansı ölçüdə ola bilər? Mikro, super, Sonra mənim şey var deyildi, 5-dən başqa hamısı. Orta, mikro, mini, super. 20-də. 20 artıq əsas Kompüter tərkib hissələri. arxitekturasına hansı əsas tərkiblər? Kompüterdə əsas nələr olmalıdır? Proqram, Aha. əməlli yaddaş, əməliyyat Yox, sistemi. yox, yox, çox getmə. Bax, qarışma oraları. Proqram deyəndə hamısı gedir onun içində. Bax, ümumi kompüter ararsansa, kompüterdə aparatların olmalıdır, düzdürmü? Monitor, klaviatura tərzı şeylər. Bu dəmir yığını aldın, aparat vasitən var. İçində nə olmalıdır? Proqram. Proqram, Proqram da götür. Bir də ümumiyyətlə əməlli kompüterin yaddaş. nə olmalıdır? Beyni olmalıdır. Yaddaşına görə baxıb Beyni, alırıq. beyni. Könül. Əməliyyat sistemi, əməli yaddaş deyəndə proqram vasitələrinin içində gedir onlar. Ayırma, parçalama. Bilmirdim. Proqram bax, aparat təminatını dediyin aparat vasitələri, bütün qurğularını aldın. Proqram vasitələri daxildə olan bütün yaddaş sistemini aldın. Bir də nə lazımdır? CPU, kompüterin beyni. Hansı olur? 1, 3, 4. Cavab olur hansı variant? D variantı.
Değil mi? Kompüter arxitekturası deyən, arxitektur ümumiyyətlə quruluş nəzərdə tutulur da, kompüterin quruluşu əsas Mhm. Arxivlər. hissələri. Mhm. Əsas hissələr, vacib hissələr kimi. Aha. Üçü denən. Üçüncü nəsil, birincidə elektron baza, elektron lampalardır, ikincidə yarım keçiricilərdir, integral sxemlər, Bəli. Üçdə də nədir? İntegral sxemlər. Dörddə nə olacaq? Böyük integral sxemlər. Mhm. Prosesor hansı parametrlə xarakterizə olunur? prosesor kompüterin beynidir, ona ilə tak tezliyinə. Bəli, tak tezliyi kompüterin sürəti vahidi isə hertzdir. Hz yazılır. Bəzi vahidlər və saatlərdə hrs yazılır, eyni şeydir. Hertzlər. Mən öz 30 başıma qalsaydım, bu qədər tez işləyib bilməzdim. İndi izahdan sonra aydın olur. hansı arxitektura deyirsə nə götürürsən? Neyman, çox Aha. hörmətli Neyman. Maqnit disk nədir? Ümumiyyətlə gözlə görə bildiyin yaddaş qurğusu. Deməli necədir? Gözlə görürüksə bu xarici yaddaşdır. Olsun, əla. Operativ yaddaş hansıdır? RAM-dır. RAM-a operativ deyirlər. Sonra nə deyirlər? Müvəqqəti. Deməli hansı variantdır? A variantı. Rahat emin. Məsələn, bax 30-cu sual. Maqnit lentindən neçənci nəsildə istifadə olunur? Maqnit lent. Birinci nəsildə İşte, perfokart idi. İkinci nəsil maqnit lent, 3 artıq disk, maqnit disk. 4-də maqnit disklə optik disk. İndi lent hardaydı? lent 2-də. Mhm. Disk hardaydı? Disklər 3-də. Aha, optik disk desəydi o artıq 4-də olardı. 4-də. Xarici yaddaş qurğusu nə üçün istifadə olunur? Xarici yaddaş, bir dəqiqə deyək. Uzun müddət yadda saxlamaq xarici yaddaş. Silinmələrdən o qorunmaq deyil. üçün, uzun müddət yadda saxlamaq üçün istifadə olunur. Sistem interfeysi nədir? Bayaq dedim sənə. Sistem interfeysi dedim neyinir? İnformasiya mübadiləsini təmin edir, qarşılıqlı əlaqələndirir. Hansı variant olur? D. Hı -hı. Bax, ümumi kompüter Belə prosesi. variantlardan da qayda kimi yazıb öyrənmək olar. Elə keçən dəfə elə özüm üçün planladım ki, Bax, testləri ümumiyyətlə mən işləyəndə sənə belə bir şey deyim ki, mən müəllimə belə olmamışdan qabaq, yəni bu fənni şey eləməmişdən qabaq, keçməmişdən qabaq. İlk informatikanı öyrənən vaxtı necə öyrənirdim? İndi bu dəqiqə dərindən bilirəm bütün bölmələr. O qədər dəfələrcə bəlkə bir bölməyə aid 20 dənə kitabdan işləmişəm. Neyinirdi? Ümumi dərsi öyrənəndən sonra qeydlərimi aparırdım, öyrənirdim, testləri işləyirdim. Testlərdən çıxan suallarım vardı, səhvlər. Düzlərlə işim yox idi. Səhvlərin, düzgün cavabların qeyd kimi aparırdım. Məsələn, öyrənməli, əsas gördüm ki, öyrənməli məsəl bunlar. üçün deyirəm, 40-cı sualı səhv yazmışam. 40-cı sualı yazırdım, altına düz çıxan variantı yazırdım. Onu not dəftər kimi Açıqlama. özümdə tuturdum. Çünki ondan sonra ömür boyu yadımdan çıxmırdı. Çünki onu əzbərləyəndən sonra ikinci səfər o kitabda sual mənim yanıma qarşıma çıxanda onu artıq düz yazmış olurdum. Yəni elə bilərsən, çox yaşayın suxda. Mən də elə öyrənirəm çox. Elmlər nəyə görə nəsillərə bölünür? Element bazalarına görə 4 Tamam, nəslə səhv oxudum. bölünür. Ümumi proqram cavabı dedim. Nəsillərə bölünür. 34. Elektron lampalar birinci nəsildədir. Əla. Tranzistor. İkinci nəsildədir onlar. Əla. Diodlar, yarım keçiricilər. Dərsin əvvəlində öyrənə bilmirəm deyən Keçən, adam. keçən dəfə qoşulanda qızlar deyirlər yarım keçirici diod, dedim əla o nədir, o nədir? Yox, İndi özüm tranzistorda bir cavablayım. adı yarım keçirici Hə, diodlardır. ilk tanış olduğum sözlərdə də yarım keçirici diod tranzistorlar. Dedim ki, Narahat nə olma. qəribə sözlər istifadə edir bu Gələn mənada. dəfə testi işləyib gələsən daha rahat olacaq. Artıq proqram Ay, suallara, tamam. müzakirələrə keçəcəyik. 48-i deyil. Düzgün işləyənlər, Hı -hı. bunu. Hə, bir də düzgün işləyənlər bununla başlayan idi, o yoxlayırdı düzgün işləyirmi? O da ROM-dadır. ROM-da olar ROM-dur, o yəqin. harda BIOS-dur. Bu ilə başlayan BIOS-dur. Deyir BIOS harda Hə. yerləşir? Daimi yaddaş. ROM-da yerləşir, ROM-da. daimi yaddaş ROM-da. Hansı xarici yaddaş deyil, daxili yaddaşdır. Daxili yaddaş DVD Demək, deyil. hamısı dığların olan, Kiçik içində dığ olanların yaddaş. hamısı, aysa içində dığ olanların hamısı xaricidir, disklərdir. Geriyə nə qalır? Keş yaddaş. Kiçik yaddaş. Bu arada keş yaddaş haqqında məlumat verim. Keş yaddaş sürətləndiricidir. Dəftərinə qeydini apararsan, keş yaddaş qarşısına yaz bir dənə sürətləndirmək. Ümumi sürətləndirmək üçün istifadə olunan bir yaddaşdır. 2 dənə səviyyədən ibarətdir. Birinci səviyyə mikroprosesorun, yəni CPU-nun daxilində yerləşir. İkinci səviyyə CPU ilə RAM-ın arasında yerləşir. Proses belə olur da, bax CPU, bir də RAM. CPU RAM-a məlumat ötürmək istəyir.
Sürəti Hı hı. çatmır. Buradan bura məlumat ötürmək sürəti çatmır. Artıq sürət çatmırsa, sürətləndirmək üçün nə lazımdır mənə? Keş yaddaş. Hə, o Keş, sürəti sürətləndirsin. aysa, keş yaddaş lazım ki, bu prosesi sürətləndirsin. Mən bu Hı keş hı. yaddaşı hara yerləşdirə bilərəm? Bir cüpunun daxilinə yerləşdirə bilərəm ki, buradan başlasın sürətləndirməyə, ya da bu ikisinin arasında yerləşdirə bilərəm. Ona görə deyirlər iki səviyyədən ibarətdir. Birinci səviyyə cüpunun daxilində, başqa bir səviyyədə də arasında yerləşir. Hı. Aydın oldu? Aydın oldu. Bəli, bəli, aydın oldu. Və burada məsələn keş yaddaşı soruşur sənə. Keş yaddaşı nədir? Açar sözü nə idi? Şeyi sürətləndirmək üçün. Sürətləndirmək sözü harada Baxın. görsən? Bir dəqiqə, bir dəqiqə. Bacak şey müəllimə, C. Hı, bax C variantı. sürətləndirmə açar sözümüz sürətləndirməkdə variant olur C variantı. Proqram Hı. yerinə yetirilərkən, yəni hal-hazırda sən icra edirsənsə, harda yazılır? Müvəqqəti olaraq RAM-dadır. Onu sizə bilirəmsə Roma keçəcək. Asa. Cupu nədir? Çünki əməlli bilmirəm. Dediniz, əməlli Beyin. yaddaş. Kompüterin beyni nədir? Beyni. Mərkəzi prosesor. Məsələn, buradakı P hərfindən də yadda saxla, Hı. prosesordur. Kompüterin sürəti nədən asılıdır? Sürət deyirsə nə olmalıdır Takt burada? tezliyindən. Əla, dedik vahidi də hertzlərdir. Hı. Bax, kompüterdə hansı olması, bunlardan hansı daha vacibdir? Əməlli yaddaş olmalıdır əlbəttə ki. Əməli yaddaşın təyinatı nədir? Bayaq dedik, açar sözümüz nə idi? Operativ, əməli, müvəqqəti. Hı hı. Variant hansı olur? Müvəqqəti. Hı, B. Bax, Adına BIOS harada yerləşir? nə müəllimə? BIOS, 57-ci sual. Hə. BIOS yerləşir ROM-da. Daimi yaddaşda. Audio məlumat, audiolar harda ola bilər? Daxil edir amma xaric eləmir. Səsi nə ilə Harda? daxil edirik? Səsi mikrofon. Ay, sağ ol. Əgər xaric elə desəydik, səsi nə ilə eşidirik? Kolonkalarla. Falan. Aha. Bax, məsələn, ixtisaslaşdırılmış prosesorlar var. Bunları qaydanın içində var, oxuyasın hamısını. Ümumi dediyim hissələrdə müzakirələri verək. BIOS nədir? İlk sözüm. BIOS. İlk sözüm Hə, bu. hə. Hə, o BIOS başa düşdüm də burada variantda baxıram. Birləşdirici qurğu. Yox. BIOS'un ilk cümlə. BIOS haqqında məlumat verənə nə dedim? Dedim giriş çıxış BIOS baza dedik ki, hə, sistemidir. o yoxlayıb ki, proqramlarda bir nasazlıq. Hə, giriş çıxışın baza sistemi. Okey, əzbərləyəcəm bu sözü. Bu cümləni əzbərə Bayaq imtahana düşmə testdə də var ehtimalı idi da bu. var. Hə, imtahana düşmə ehtimalı da var. BIOS giriş çıxış baza sistemidir. ROM-da yerləşir. İlkin yoxlanmanı və yüklənməni təmin edir. Bu qədər. Hı -hı. Aydın, giriş çıxışın baza sistemi BIOS. Aha. Printerin əsas xarakteristikası. Printer alanda ilk olaraq nəyə fikir verməlisən? Printerin Printerin çap nəyi çap sürəti, edirsən? Aha, çap keyfiyyəti. ıı, tak, rəng imkanları da o seçməliyəm. Bunu dönənlərsə Qiymət, 11-ci siniflərə izah qiymət edirəm önəmli deyil. məktəbdə. 11-ci siniflərə deyirəm 2, çap sürəti, çap keyfiyyəti, rəng imkanı. Deyir müəllim 100% qiymət də var. Biz hər şeyin qiymətinə baxırıq. Yox, Ya qiymət varmış. var. Ha, 2, ha, 3, mən 6, bilmirdim 7. əslində. Bax 11-ci sinif uşağı ki, mən biz hər şeyin qiymətinə baxırıq. 100% qiyməti də var orada. İstərsəm çap sürəti yüksək olsa qiymət yüksək olacaq. O mən nə bilim, mən şəxsən Ümumiyyətlə, nəzərə qiymət almazdım. asılıdır da. Kompüter alırsan yaddaşından, yaddaş tutumundan, əməli yaddaşından asılı deyil qiyməti. Mənim bu e, tak tezliyinin təsiri var printerə, hər halda olar da. Takt tezliyi deyəndə ümumiyyətcə əməli yaddaşın sürəti kimi baxılır. O takt tezliyi kimi baxılmır ki, gedib kompüter alanda demirsən ki, takt tezliyi nə qədərdir bunu. Deyirsən Yox, ki, indi mən nəyə görə, nəyə görə dedim? O ta ki o bir dəqiqə ərzində çap olunan nüsxələrin sayı aha, təsir eləyəcək mənim aldığım printerin qiymətinə. sürətinə. Bəli, təbii ki. Hə. Çap Onda elə sürəti. çap sürəti gedir də, elə ona tak Bəli, bəli. Mən tezliyi də onu ehtiyat deyirəm də. edir. Bax, kompüterdə Hə. RAM yaddaşın sürəti kimi gedir, printerdə çap sürəti kimi gedir. İkisi də takt tezliyi Hmm. deməkdir. Aydın oldu, aydın oldu. Bax, bir də bu 76-da yaz, ümumi qeydini apararsan. Dedik ki, Əməkli prosesor kompüterin beynidir, kompüter idarə edir, bir də riyazi hesablamalar aparır. Amma bax, subprosesor ən mürəkkəb riyazi hesablamalar yerinə yetirir. Bu misallara, məsələlərə Olar. sürüşkən nöqtəli deyirlər.
Bunu mütləq dəftərinə qeydini apar, düşmə ehtimalı olan sualların içərisindədir. Aydın Subproses oldu. ən mürəkkəb riyazi əməliyyatları yerinə yetirir. Yəni o məsələlərə də informatikada, kompüterdə sürüşkən nöqtəli ədədlər, məsələlər deyirlər. Bunu super restore kimi yadda saxlamaq olar. Saxla, super prosesor deyirsənsə de, amma Çünki ümumiyyətlə o super prosesordur. ən mürəkkəbi yerinə yetirsə demək o super olmalıdır. O da məntiqlə rahat tuta bilərsən elə. Mən elə tuturam çox vaxt. 77-də bax. Həm giriş, həm də çıxış qurğusudur. Hı. Giriş, çıxış. Bax, ümumiyyətlə belə bir şey deyim ki sənə, bunu yadda saxla. Yadından çıxsa variantla gedərsən. Hı hı. Ümumiyyətlə həm giriş-çıxış qurğuları, xarici yaddaş qurğulardır, bir də içində kart olanlar. Səs kartı, ekran kartı, şəbəkə kartı, video kartı. Bu 4 dənə saymışdım ya, bir kart sözü olan, daxildə olanlar. Hə. Bunlar həm Hə. giriş, həm çıxış qurğusu kimi baxılır. Hə. Əlavə Onda olaraq deyirsən xarici, kartı. maalesef, əlavə olaraq xarici yaddaş qurğularının hər biri, disklər, flash kartlar, diskə məsələn şəkili yükləyə də bilərsən, diskdən kompüterə ata da bilərsən. Həm giriş, həm çıxış qurğusudur. Burada da variant Hə. B variantı. Aydın oldu. İndi bir-iki dənə də suala baxaq, yekunlaşdıraq, qaçım o biri dərsimə. Hı hı. Bunun rekordun yüklülüyündə atacağım elə sənə, qalsın əlində vəsait. İlk öncə burada yekunlaşdıraq suallara, ardını evdə axıra qədər işləyəsən. Bir də ümumi Hı hı. tapşırığı deyim sənə. Bax, bu Hı hı. Taymun kitabı var qrupda. Onu qəşəng işləyəcəksən. Ondan sonra Könül, atdığım slaytların ikisini də əzbərlə. Əzbərə Hı arada hı. çıxsın, onları saxlama. Gələn Hı dərsə o hı. testləri yoxlayacağam, təhvil alacağım səndən. İki dənə Hı sınaq hı. verəcəm. Bir bu sınaq işləyəsən, ümumiləşdirici sınaq demişə biləcək ki, mövzu tamam hazırdır. Bir bu Hı hı. sınav işləyəsən. Bir də burada başqa bir sınaq var, kod 2, onu işləyəsən. Gəl hələ ki bu qısa qeydləri də atım sənə. Bunları da əzbərlə, əzbərləməyində köməklik olacaq. Testlərə də kömək olacaq bu sənə. Bunları əzbərlə. Baxırsan ki, çətin bir şey deyil, bax. RAM-ın qarşısına nə yazılıb? Daxili yaddaş şansıdır, RAM ROM. Qaydanı oxuyandan sonra bunlar sənə rahat gələcək. Hə, hə. Qaydanı öyrənəndən Qısaltmalar, sonra bildim. sadəcə əsas nələrdir bilməlisənsə bunlar. Bax, BIOS harda saxlanılır? Bayaqdan 10 dəfə demişik, ROM-da. Hı. BIOS nədir? Tamam. Giriş-çıxış baza sistemi. Yəni bu İç yaddaşı sualın nədir? Bir hə. dəfə daxildə olur, bir dəfə RAM-dan arasında. Ücə bildiyin şeydir. Subprosessor nədir? Ən mürəkkəb riyazi hesablama. Sadəcə bir dəfə də buradan üstündən keçmiş olarsan. Bəlkə bilmədiyin bir şey götürmüş olarsan. Buradan da sual cavab eləyərik. Belə də nə sual Əsas zəhmət soruşarsan. olmasa qrup onları mən işləyərəm. Atacam narahat olmaz. Hələ ki testdə işlə sınaqları gələn dəfə ataram. Ya istəsən indi ataram, çatdıra bilsən indi də işləyərsən, gələn dəfə birbaşa hamısını təhvil alarıq. Nə qədər sürətli Hı. getsə o qədər yaxşı. Rekordları da indi Yaxşı. atıram. Nə lazım olsa istə, yaxşımı? Hə, hə. Çox sağ olun. Çox yaxşı izah elədiniz. Sən sağ ol, Çox xoş. şey öyrəndim, belə deyim. Çox sağ olun. Sən sağ ol, xoş.